Əgər bugünə qədər heç istədiyin kimi bir münasibət yaşamadınsa, qarşıma bir türlü doğru düzgün biri çıxmadı deyirsənsə, ətrafımdakı çoxları evləndi, amma mənim hələ də həyatımda biri yoxdursa deyə düşünürsənsə, bu sənin qarşına doğru insanın çıxmasından daha çox münasibətlər mövzusundakı bağ qura bilməmə məsələnlə bağlı ola bilər. Bu sənin tərk edilmə qorxunla da bağlı ola bilər. Ümumilikdə isə deyə bilərəm ki, bu sənin uşaqkən yaşamış olduğun bağlanma travmanla bağlı ola bilər. Çünki bəlkə də içdən-içə düşünürsən ki, bir münasibət qursam, bu məni çox dərinlərdə yaralaya bilər, incidə bilər, mənim üçün böyük bir yaralayıcı bir iz qoya bilər və yaxud da ki, dərində düşündüyüm bir başqa düşüncəm bu ola bilər ki, kim məni niyə sevsin ki və ya da mən həqiqətən onun sevgisinə layiqəm kimi düşüncələrin səni doğru insanla qarşılaşıb dərin münasibət qurma yollarını bağlayır. Yəni bir başqa sözlə özünü bu mövzuda sabote etmiş olursan. Amma bu çözülməyəcək bir şey deyil. Bu sənin bağlanma stillərində bağlı olduğu üçün bunun bir çözümü və həll yolu mütləq ki var.